Salam aleyküm hər kəsə. Dostlar, bu yeni səhifəmdə YouTube'da. Yəni sizə TikTokla bağlı sizə məlumat verəcəm. Yəni çox adam mən istəyir ki, mən TikToka necə bəyənmə vura bilərəm, necə izlənmə vura bilərəm, necə kəşfiyyata sala bilərəm videomu TikTokda. Çoxdur mesajlar gəlirdi mənə. Bu barədə istədim ki, sizə bir dənə video çəkəm, göstərəm ki, bu cürdə bəyəni vurulur, bu cürdə izlənmə vura bilərsiniz. İndi keçək videomuza. Hər hansısa bir video TikTokdan giririk. Bir dəqiqə gözləyin, TikTok açılsın. Səhifənizə daxil olursunuz. Burada istədiyiniz videoya baxırsınız, izləyirsiniz. Məsələn, mən buna izlənmə vurmaq istəyirəm. Baxa bilərsiniz, 68 izlənməsi var. İndi bu linkin kopyalayırsınız. Kopyaladıktan sonra çıxırsınız. Sonra giririk Google saytına. Ayda. Bir dəqiqə gözləyin, çox üzr istəyirəm. Giririk Google axtarış yerinə, yazırıq bura F S var da burada birinci çıxan. Onu basırsınız. Birinci linkə qəbul olursunuz. Belə bir sayt qarşılayacaq. Burada yazıb ki, bu gözləyim bir dəqiqə. Yox. Bax burada. Burada yazılanları eyni necə deyim sizə, rəngli olanları yazırsınız. Məsəl üçün B I 2 dənə də O yazırsınız, bir də D. Yazdıqdan sonra burada təsdiqlə var, onu təsdiqləyirsiniz. Bir səhv yazdım. İndi burada D I S H dis burada qırmızı hərflərdən var, oraya yazırıq. Yazdıqdan sonra tabii ki açılacaq. Səbir edin. Sizi bu programa basırsınız. Basdıqdan sonra burada bir dəqiqə gözləyin yazılıb. Sizə 2 dəqiqə də gələ bilər. Ona görə də gözləyin. İndi videonu dayandırıram. Açılandan sonra sizə yenə danışacağım və başa salacağım. Hə dostlarım, açıldı. İndi birinci çıxan üstəyə basırsınız, ən yuxarıdakına. Burada kopyaladığımız videonun linki yapışdırırsınız bura. İndi məndə getdi. İndi bir dəqiqə gözləyin. Kopyaladıq. Baxa bilərsiniz. 78 izlənmə var. 78 izlənmə var. İndi o kopyaladığınız linki yapışdırırsınız bura. Yapışdırdıqdan sonra basırsınız ki, geçsin. Burada yazılıb bəyənmə. Bəyənməni də basa bilərsiniz. Məsəl üçün gözləyin bir dəqiqə. Bax, bu bəyəni basa bilərsiniz. İzlənmə, yorum və bunlar ikisi bağlanıb, o da açılacaq. İndi mən izlənməni vururam. Vurduqdan sonra bir neçə dəqiqə gözləyirəm. Hazırdır, 5 dəqiqədən sonra yenidən vura bilərsiniz. İndi girək videomuza. İndi basırsınız, baxa görə bilərsiniz. 1000 baxış vurdu da elə. 1000 baxış vurdu, bax belə. Yəni əgər bir TikTok bağlantı ilə TikTok haqqında